Sual verilir ki, sübh namazına qalxa bilməməyin səbəbi nə ola bilər? Və ən başlıca səbəb günahlardır. Günahlardır. Və həmçinin insanın gec yatması, bu da səbəblərdən, xüsusən də gecə qısaldığı zaman insanın gec yatması onun çətin oyanmasına səbəbdir. Və həmçinin gecə insanın çox yeməsi, insanın gözlərinin bağlanmasına səbəb olur. Yəni, axşam vaxtı, gecə vaxtı insan az yeməlidir. Yəni ki, rahat oyana bilsin. Yenə sualda davam edir. Tez yatıram vaxtında, amma son vaxtlar qalxa bilmədiyim günlər olur. Sonra çox peşman oluram. Yenə belə vəziyyət baş verir. Və onun üçün də gərək insan yəni digər səbəblərdən də tutmalı və kiməsə tapşırmalı, onu oyatmalı və yaxud da zəngi qurmalı və həmçinin yəqinin olması və məsələnin əhəmiyyətini bilməsi və Allah Teala'dan bu işdə yardım istəmək. Yardım istəmək. Yəni, məsələnin insan mühümlüyünü dərk edərsə, inşallah ki, onun o tez oyanmasına, vaxtında oyanmasına səbəb olar. Yəni, təsəvvür edin ki, bir insan səfərə çıxır. Yəni, sübh namazı vaxtında o, təyyarə yola çıxır, yola düşməlidir, uçmalıdır. Görün, insan necə yatır. Və görürsən ki, heç budilnik qurmadan belə vaxtından tez oyanmasına səbəb olur. Yəni, insan hətta namaz məsələsinə bu cür əhəmiyyət verərsə, mühüm yanaşarsa, sözsüz ki, alınacaq. Əsas odur ki, insanın qəlbində himmənin, iradənin olması və məsələyə ciddi yanaşmaq, nə qədər məsələnin mühüm olduğunu bilməsi. Və bəzən insan elə belə yanaşır və onda da görürsən ki, səhlənkarlıq insana üz verir və bundan sonra get-gedə də artmasına səbəb olur.